Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti geniş miqyaslı saxta sənəd əməliyyatı keçiribdir. İstintaqla müəyyən edilib ki, bir nəfər öz mənzilində xüsusi avadanlıqlarla həm Gürcüstan, həm də xarici ölkələrin şəxsi vəsiqələrini və sürücülük vəsiqələrini hazırlayırmış. Saxta vəsiqələr sifarişçilərə elə Gürcüstan postu vasitəsilə göndərilirmiş. Axtarış zamanı mənzildən onlarla plastik kart və kompüter texnikası götürülübdür. Saxlanılan şəxsi 3 ilə qədər həbs cəzası gözləyir. Krım karteli polisi külli miqdarda narkotik dövriyyəsinin qarşısını alıbdır. Saxlanılan şəxs Türkmənistan vətəndaşıdır. Onun üzərində və yaşayış evində 1 kiloqramdan artıq güclü təsirə malik alfa PPP maddəsi aşkar edilibdir. Məlum olub ki, o narkotik maddələri müəyyən gizli yerə qoymaqla satmağı planlaşdırırmış. Bu ağır cinayətə görə təqsirlənilən şəxs ömürlük azadlıqdan məhrum edilə bilər. Burcani'nin Şaşini kəndində həyəcanlı anlar yaşanıbdır. 3 gənc maskalanaraq həmkəndlilərin evinə pul mənimsəmək məqsədi ilə hücum ediblər. Lakin mənzilə daxil olsalar da cinayəti sona çatdıra bilməyib hadisə yerindən qaçıblar. Polis əməkdaşlarının çevikliyi sayəsində hər 3 şübhəli işsizlərlə saxlanılıbdır. İndi onları 8 ilədək həbs cəzası gözləyir. Gürcüstan sərhəd polisi Türkiyə istiqamətində dövlət sərhədini qanunsuz keçmək istəyən şəxsləri saxlayıbdır. Hadisə Sarpi sektorunda qeydə alınıbdır. 4 xarici ölkə vətəndaşı nəzərə keçid məntəqəsindən yan keçməyə çalışarkən saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıbdır. Saxlananları 5 ilədək həbs cəzası gözləyir. Maliyyə Nazirliyinin İstintaq Xidməti Tercolada qanunsuz meşə qırğını ilə bağlı 2 nəfəri saxlayıbdır. Təqsirləndirilən şəxslərdən biri Dövlət Meşə Fondundan 47 ədəd ağacı qanunsuz kəsərək evinə daşıyıbdır. Digər şəxs isə qeydiyyatdan keçməmiş səyyar mişarla həmin ağacları emal edərkən saxlanılıbdır. Təbiətə ziyan vuran bu şəxsləri 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.